Müəllim şagirdlərinə deyir: "Oğlum, bu dünyada sadəcə Quran həqiqətdir. İnsan yalan, dünya yalandır. Qurana inanan cənnətdə olar, inanmayansa cəhənnəmdə olar. Çünki Quran hər şeyin ən gözəlini bilir. Çünki onu Allah yazıb və peyğəmbərləri ilə göndərib. Peyğəmbəri ilə göndərdiyi üçün də Quran müqəddəsdir. Neçə peyğəmbər bu yolda şəhid olmuşdur", deyir müəllim. Və müəllimin şagirdləri deyir: "Allah hamısına rəhmət eləsin." Müəllim deyir: "Amin. Hamısına Allah rəhmət etsin. Onlar bizim üçün canlarını verdilər, Qurani-Kərim üçün. Amma indiki nəsil heç Qurani-Kərimə heç gözəl davranmır. Mən görürəm, oğlum, hər tərəfdə eşidirəm. Onlar bizim cənnətdə olmağımızı və Allahın yanında olmağımızı istədilər. Yoxsa o kafirlər kimi Allahdan üz döndərərlərdi. Amma onlar bunu etmədi. Onlar Allaha sədaqətli və Qurani-Kərimə hörmətli davrandılar. Kafirlər kimi Qurani-Kərimi yandırmadılar. Onu yandıranın cəzasını Allah bu dünyada da, o dünyada da verəcək. Heç narahat olma, oğlum." Buna o qədər əminəm ki, Qurani-Kərimdə yazdığı üçün çox əminəm. Çünki bu yazıları Allah göndərib, Allah yazıb. Çox inanılmazdır. Allahın yazdığı bir şey peyğəmbəri tərəfilə bizə göndərilir və biz də bunu oxuyuruq. Və Allah hər zaman Qurani-Kərimdə mərhəmət və hörmətdən danışar və ən gözəl sözlər Qurani-Kərimindir. Heç bir yanda, bütün dünyanı axtarsan belə, bütün hər tərəfi axtarsan belə, Qurani-Kərim kimi bir kitab tapmaq mümkün deyil. Çünki onu Allah yazıb və son peyğəmbəri Muhammed peyğəmbəri ilə o kitabı bizə göndərib. Səcdə edən adam müəlliminə deyir: "Müəllim, bəs həqiqətən son peyğəmbər gələcək, yəni qiyamətdən sonra peyğəmbər gələcək bizi qurtarmağa." Müəllim deyir: "Oğlum, bir fikirləş gör. Bunu necə ola bilər? Sən Allaha görə namaz qılmamısan, Allaha görə səcdə etməmisən və indi peyğəmbər mi gözləyirsən ki, gəlib səni qurtarsın? Sən öz yolundasan və sənin yolunu səndən başqa, Allahdan başqa bilən heç kim yoxdur. Və sən öz yolunu düzgün getsən, Allahın, peyğəmbərin və Qurani-Kərimin yolundan getsən, ən rahatlığı tapacaqsan. Sən onda cənnətdə olacaqsan. Sən axırıncı peyğəmbəri mi gözləyirsən? O gəlməyəcək. Çünki insan özü tək yaradılıb və tək də öləcək. Oğlum, biz peyğəmbərləri cənnətdə görə bilərik. Ya da cənnətin hansısa bir yerində Allah bizə qoysa, bu dünyada görə bilərik. Allahın dediyi kimi hər şey olar. Qiyamətə yaxın bunlar ola bilər yəni. İnsanlar peyğəmbərləri görə bilər." Və səcdə edən adam deyir: "Müəllim, bəs bu insan hardan bilir ki, o peyğəmbər Muhammed peyğəmbərdir ya da İsa peyğəmbərdir?" Müəllim deyir: "Oğlum, Allah necə qoydusa peyğəmbərini bu dünyada, yalan dünyada görməyə, onu da insana bildirər ki, bu sənin hansı peyğəmbərindir. İnsan onsuz da onu görən kimi başa düşəcək, bu hansı peyğəmbərdir. Qiyamətə yaxın mələklər dünyaya inəcək. Onları sadəcə təmiz ürəkli, hamıya kömək edən, insanlara zərər verməyən, insanları həmişə və hər zaman qorumaq istəyən insanlar görə biləcək. Allah o insanlara mələkləri dünyada belə göstərəcək. Allah deyəcək ki, bu insan mənə səcdəni düzgün edir. Heç bir zaman yanlış səcdə ya da heç vaxt namazını qılmamazlıq etməyib. Hər zaman namazını qılıb və namazda məni anıb. Heç bir zaman başqa şey anmayıb. Əgər başqa şey anıbsa, o onun öz səhvidir. Mən də o səhvi bağışlayıram. Çünki namazda şeytan qoymaz ki, insan namazı qılsın, Allaha səcdəni düzgün etsin. Mən isə qulumu bağışlayıram və əfv edirəm. Qulumun niyyətini görürəm. O mənə sadəcə namaz qılmaq istəyir. O qulumun niyyəti təmizdir. Ona istədiyi hər şeyi verəcəm və o hər zaman rahatlıqda olacaq. Sadəcə o mənim adımı zikr etsin və hər zaman namazını düzgün qılsın və məni heç vaxt unutmasın. Allah qulundan sadəcə bunları istəyir. Artığını istəməz. Çünki insanın əziyyət və zülm çəkməsini istəməz. Sadəcə dünyada olan imtahanlarla insanın biraz başı qarışıq olsa, yəni Allah əfv edər. Deyər ki, bu qulum başı qarışıqdır dünyadakı imtahanlarla. Axırı mənə gələcək və mən onu cənnətimə alacağam. Peyğəmbərlərimin yanına qoyacağam, cənnətimə qoyacağam və ona istədiyi hər şeyi verəcəm cənnətdə. O heç bir zaman əziyyət və zülm çəkməyəcək. Sadəcə mənə inansın və mənim adımı zikr etsin və hər zaman mənə namazı doğru qılsın. Və namazında səhv olsa belə mən onu əfv edəcəm. Çünki mən qulumun niyyətinə baxaram. Əgər qulum
doğru yolda və doğru niyyətdədirsə, onun istədiyini hər zaman verərəm. Amma əgər qulum doğru niyyətdə və doğru yolda deyilsə, ona hər zaman kömək edərəm. Sadəcə o doğru yönəlsin və mənim adımı zikr etsin və onun istədiyi hər şeyi verərəm. O cənnətlə hər zaman rahat və sevincli olar. Heç bir zaman bir əziyyət çəkməz. Amma insan bəzi vaxtı Allahı unudar. Çünki insanın dünya çox başını qarışdırır və insan sadəcə pulu qurtaranda deyir ki, ruzim azalıb, Allahım, məni bu ay niyə ruzim azalıb? Sadəcə ruzidə və insan bir xəstəlik Allahım, olanda kömək ol mənə, səndən kömək istəyirəm. Və Allah deyər ki, səni mən yenə də əfv edirəm. Sən doğru yola yönəl. Ondan sonra insan sağalanda Allahı unudar. Ya da əlinə çoxlu pul keçdikcə Allahı unudar. O qul bu kəlmələr deyər. Allah heç nə etməyib. Hər şeyi mən etdim. Mən qazandım. Mənimdir hər şey. Allah mənə heç nə verməyib deyər. Amma Allah yenə də deyər. Gəl doğru yola yönəl qulum. Səni hər zaman gözləyəcəm və mən səni heç vaxt unutmayacağam. Amma qul heç bir zaman doğru yönə yönəlməyincə Allah hər şeyi edər ki, o qul doğru yönəlsin. Amma o qul yaşlanıb qocalana sonra deyər: Allahım, məni cənnətinə qəbul et. Allah deyər: mən səni cənnətimə qəbul edərdim. Sən bu fani dünyaya çox bağlandın. Mən səni bu fani dünyadan ayırıb sadəcə mənə inan və mənim adımı zikr et. Və mən üçün hər şeyi etdim. Sənsə qocalan zaman gəldin və indi deyirsən ki, məni cənnətinə al. Mən sənə o boyda vaxt vermişdim. Bir insan 18 il yaşasa, Allaha həqiqətən imanla, dua ilə bağlı olsa, Allah onun hər istəyini və arzusunu yerinə yetirər və əsl qulum budur deyər. Amma insan 100 il yaşasa və Allaha bağlı olmasa, 100-cü ilin axırında desə ki, Allahım, mən səni çox istəyirəm və namaz qılsa, o namaz sayılmır. Çünki insan 100 il yaşadı və axırıncı ilində, sonuncu ilində Allahım, mən səni çox istəyirəm və namaz qılır həmin insan Allaha. Amma o namaz qəbul olmaz. Çünki sən 100 ildir yaşadın və bir dəfə də olsun Allah demədin. Son ilində Allah dedin. Amma 18 yaş yaşayıb və sadəcə Allaha bağlı olub yaşayarsansa, Allah deyər, bu qulum əsl quldur. Çünki onun sadəcə 18 il ömrü var idi və o əlindən gələni etdi ki, mənə qarşı yaxşı və əsl qul olsun və hamıya yaxşılıq edən və hamını sevən əsl bir quldur o. Çünki mən sənə 100 il verdim. Sən o 100 ili sadəcə öz keyfin və istədiklərini etmək üçün xərclədin. Heç bir il məni yada salmadın. Sonuncu ilinə çatanda dedin ki, Allahım, məni əfv et və Allahım, məni cənnətinə burax. Mən orada yaşamaq istəyirəm, deyirsən. Amma Allah deyəcək ki, sənə 100 il ömür verdim. Əsl qulum, amma 18 il verdim. O 18 illə hər şeyi bacardı. Amma sənə 100 il verdim. Deməli, əsl qul 1 il belə olsa, Allaha həqiqi borcunu verər. Amma sənin kimilər milyar il yaşasa, Allaha həqiqi iman və həqiqi səcdəni edə bilməz. Çünki mən sənə o qədər il verirəm. Sənsə sadəcə ömrünün axırında, qocalan vaxtında mənə deyirsən ki, Allahım, məni cənnətinə burax. Sən gərək əsl qul olardın ki, mən səni cənnətimə qoyum. Amma sən əsl qul olmadın. Sən əvvəldən mənə səcdə və namazını düzgün yerinə yetirsəydin, mən onda səni cənnətimə qoyardım. Sənin bu ölən vaxtında mənə gəlsən belə, mən səni cənnətimə qoya bilmərəm. Çünki sən mənim əsl qulum deyilsən. Əsl qul bir ayda belə, bir ildə belə mənə həqiqi bağlılığını, nə qədər inanıb inanmadığını göstərər. Sən axırı ölümünün son nəfəsində gəlib mənə deyirsən ki, Allahım, məni cənnətinə burax, yalvarıram. Amma mən səni qəbul etmirəm. Çünki əsl qul hər zaman Allaha bağlı olan quldur. Sənin kimi son nəfəsində mənə bağlı olan yox. Əsl qulum mənə əvvəldən inanar. Amma sən son nəfəsində inandın. Abunə olun, ailəmizə qatılın. Hər kəsə təşəkkürlər. Hansı hekayələri istəyirsiniz, şərhləri yazın. Mən də sizin şərhləri yazdığınız hekayələri danışım. Məsələn, gülməli ya da ağlamalı ya da çox gülməli. Hər kəsə təşəkkürlər.